Salam aleyküm, ən gözəl xalqım. Yəqin ki, siz xatırlayırsınız ki, biz bir dəfə burada yayınlamışdıq bu xəbərləri. E, Ülker Məmmədovla mənim davam hələ də gedir. Yəni biz kurs oxuduq, bitirdik. Yəqin ki, demişəm də burada xatırlayırsınız, bir sertifikat aldım. Bu fırıldaqlar, bacı, qardaş, bacı burada işləyir, qardaş, biz bunu araşdırdıq bu işi. Yəni biz işi qaldırdıq Quba mediasiyasına, məhkəmələrə qabaq mediasiya var, bilirsiniz. Getdik orada Hümmət Əliyev, oranın direktoru sağ olsun bizi qarşılamadı. Təbii ki, onları təmtəraqla qarşıladı. Yəni biz bir təhər zor balayla, nə bilim də, yəni güz balayla biz arayışımızı oradan aldıq. Biraz da pul təklif elədilər ki, işi geçirmək üçün. Təbii ki, qəbul eləmədik. Yəni bizi ölümlə hədd elədilər, az qaldı yoldaşımı öldürsün. Yəni bir hər axır arayışımızı oradan Güzbalayla, orada ilk dəfə də müdürümü orada gördüm. Rüfət Məmmədoğlu. İlk dəfə də yəni tanış oldum da müdürümlə, görməmişdim də, yəni üzünü bilmirdim mən Qubada da işlədiyimi. Biz orada da araşdırdıq, elə bir iş yeri yoxdur xanımlar, aldanmayın. Yəni elə bir fəaliyyət yoxdur. Bunlar özləri qurmadı bu. Nədirsə bilmirəm, fırıldaqdır. Mən xahiş edirəm. Yenə də mən özüm də bizim yəni yoldaşımın bacısı, bir atanın övladları deyim ki, Gülüstan xanım Əliyeva, Azərbaycan əməkdar artisti tanıyırsınız. Gülüstan xanım Əliyeva müraciət elədim ki, yəni bacı mənə bu yolda kömək elə. Yəni mən pul lazım deyil. Sadəcə olaraq biraz kömək elə, yenə indi nə qədər olmasa səninlə mən bir deyiləm də. Sizin adınız, şöhrətiniz, sözünüz keçərli hara, mənə işim tanımır. Sağ olsun, o da təbii ki, boyun qaçırtdı. Yəni biz dedi ki, mən kömək edə bilmirəm, yəni mənə qabaqladı, belə deyək. Nəysə, biz bu işi yoldaşımla təbii ki, buraxmırıq. Bu işin arxasıcan göydə Allah, yerdə də yəni çabalayırıq özümüzdə ki, yəni bu işi biz prokurorluğa da, cənab prezidentimiz İlham Əliyeva, vitse-prezidentimiz, birinci xanımımız Mehriban xanım Əliyevaya mən məktublarımı prokurorluğa da yazıb göndərmişəm. Oradan da perevod ediblər işimizi Quba prokurorluğuna. Xəbər gəlmişdi mənə. Yəqin ki, inşallah ki, yaxın bir zamanda səsimə səs verəcəklər. Bizə də müraciət eləmişik Space kanalına, Amir Xəlil. Bilirsiniz, bizimlə gəl danış. Bir gün də biz oraya çağırdılar. Getdik, biz qeydiyyatdan yoldaşımla keçdik. Yəni dərdimizi, sərimizi danışdıq. İnşallah ki, yaxın bir zamanda onlar bizi çağırdıqlar. Bu yəni bu işimizi işıqlandırmaqda da bizə kömək edəcəklər. Birinci video çəkiləndə bunlar bizə 5000 pul təklif elədilər. Xalqım, yəni bilin ki, bunlar nə qədər fırıldaqdılar. Yəni bunların belə bir şey olmaz, o pulu bizə təklif eləməzlər. Sağ olsun, Allah razı olsun, yaxşı qardaşların canı sağ olsun. Təbii ki, onu biz qəbul eləmədik, videolar oradan silinmədi. Yəni, nabrot ardı gəlir, heç kimdən də qorxmuram, bir Allahdan başqa. Yerdə təbii ki, Allahın tanımayan insanlardan qorxuram. Bax, indi gəlirəm. Mən zəng elədim Gülüstan xanıma Əliyeva. Yəni, bilirsiniz, tanıyırsınız. Yoldaşımın da ata bir, yəni Həsən kişinin övladlardılar, Yevlax rayonundan. Özünüz də bilirsiniz, Azərbaycan əməkdar artistidir. Yəni, mən ona dedim, mənə kömək elə. Yəni, dedi, 5000 alardın, çəkilərsin geri və yaxud da pul təklif elə. Pulu, yəni, onlar nə verirlərsə sənə, sən onu al, çək, dedim, mən o qədər şərəfsiz deyiləm. Yəni, mən sağ olsun, yəni mənim töhmətimi yaxşı verdi, kömək eləmək yerinə. Yəni, mən sağ olsun, heç gözləməzdim ondan o şey. Nəysə, yəni qaldı işimiz təbii ki, göydə Allaha. Yerdə də yaxşı insanların sayəsində bu işi biz axıra qədər gedəcəyik. Yenə də səslənirəm. Həqiqətən, yenə də birinci başda xalqıma sığınıram, dövlətimə, yəni hər bir şey qoyaq kənara. Bir Azərbaycan vətəndaşı olaraq mən, xanım Nuranə Əliyeva, Nuranə Ağamehdi qızı, özüm Ağsu rayonundan səslənirəm Azərbaycan xalqım, baş prezidentim, prezident İlham Əliyev sizə, xanımım, birinci xanımım, gözəl insan, Mehriban xanım Əliyeva, məktublarımı yazıb göndərmişəm, tez bir zamanda sizdən xəbər gözləyirəm. Səslənirəm baş prokurorluq, Quba prokurorluğuna, Quba icra hakimiyyətinə, yəni bu baxın, burada dələduzluq, bu 11 ildir fəaliyyət gedir. Qadınların haqları, mən özümün gedib məhkəməyə müraciətimi elib pulumu alıb qoyacam zilmə. Mən ondan getmir söhbət. Oradan gedir ki söhbət. Bunlar açılsın, yəni bu cəmaatın, qadınların haqlarının tapdalanmasın, oynanılmasın haqları ilə. Mən bundan ötəri əlləşirəm.
Amir Xəlil, sizdən də xahiş edirəm artıq dərəcədə. Məni, yəni bu işıqlandırmaqda mənə düzdür, sağ olsunlar. Bu gün kimi getdik, biz qeydiyyatdan keçdik, dedilər çağıracağıq sizi. Yəni bunu işıqlandırmaqda Spets TV-də, yəni bu Gəl Danışla bizim mənə kömək eləyin, bunu işıqlandırım. Sizdən artıq dərəcədə xahiş edirəm. Bir başda birinci Azərbaycan vətəndaşı olaraq, ikinci ana olaraq, xanım olaraq sizdən xahiş minnət edirəm. Mənə bu yolda dəstək olun, kömək edin, səsimə səs verin. Sağ olun.